Minayeva Minaya Hocabek qızı. 20 yaşında ailə qurmuşam. Sonra Sumqayıta köçmüşük. Adı nədir? Sonra da fabrikdə mən master işləmişəm. 26 il bir yerdə işləmişəm özü də. Sonra oradan da pensiya çıxmışam. 15 ildən sonra bir oğlum oldu. Rəhmətə getdi 5 yaşında. Sonra da elə yoldaşımla bir yerdə yaşadıq. 2007-də də yoldaşım rəhmətə getdi. Sonra qaldım tək. Onda da belə enerjim vardı, öz-özümə baxa bilirdim. Sonra gördüm ki, belə zəiflədim, xəstələndim, sadələdim, qocaldım. Sonra məlumat verdim ora havadır, sosial xidmətə, məni qəbul elədilər. O gəlin gəlir, evimi təmizləyir, təmizləyir, şəmi, pərdəmi. Nə lazımdır da, nə hamısını bir gündə da olmur. Deyir, bazarlıq lazımdır, gedməliyim üçün, hər şeydə də valla. Kommunal xərclərimi aparır, poçta verir. Hökumətimiz sağ olsun ki, belənçinə bir yer açıb ki, qocalara xidmət edirlər.